Uşaqlar, bu gün kvadratik funksiya haqqında sizə məlumat verəcəm. İnşallah ki, xeyri olar. Deməli, birinci y bərabərdir. X kvadrat kvadratik funksiyadır. Demək, buradakı əmsal belə deyək də, y bərabərdir ax kvadrat plus bx plus c. Kvadratik funksiyadır. Buradakı a, b, c bilirsiniz ki, əmsallardır. C sərbəst əmsaldır, yəni sərbəst dəyişəndir. Baxın, x-ə 0 verdikdə, x-ə 0 versəz, bura 0 olur, bu 0 olur, y nə olur? C olur. Deməli, həmişə yadınızda saxlayın. Demək, y bərabərdir, nə olacaq? C-yə. İndi bu hissəni başa salacam, nə deməkdir? İndi y bərabərdir, tutaq ki, 2x kvadrat var, bir də y bərabərdir, mənfi 2x kvadrat var. Kvadratik funksiyaların yadınızda saxlayın, qrafiki parabola əyrisidir. Əgər A əmsalı müsbətdirsə, parabolanın qolları yuxarıya olacaq, bu formada olacaq. Əgər mənfidirsə, parabolanın qolları aşağıya doğru olacaq. Demək, burada əsas siz nəyə fikir verəsiniz? Sürüşdürmələri yaxşı bilməlisiniz. Demək, birinci y bərabərdir, a vurulsun, x çıx m-in kvadratı plus n. Burada uşaqlar yadınızda saxlayın, m və n təpə nöqtələrdir. M təpə nöqtənin apsisi, yəni x-i bilirsiniz də. N isə təpə nöqtənin ordinatıdır. Təpə nöqtənin ordinatı, yəni y-idir. İndi necə edirik? Deyək ki, y bərabərdir, x sıx 3-ün kvadratı üstəgəl 4. Möhtərizənin içini sıfıra bərə bilirsiniz. Demək, x-i necə tapırıq? 3. X dediyimiz m idi də, düzdür? Tabi biz buna m deyirik də, x deməyik hər dəfə. Demək, m neçədir uşaqlar? 3. N isə 4-dür. Onda demək, biz burada özümüz üçün belə qısa olsun deyə deyək ki, buradakının əksini götürürük. Yəni, mənfidirsə müsbət, müsbətdirsə mənfi. Bunun isə özünü götürürsünüz. Yəni, sıfıra bərabər bilirsiniz də, əgər başa düşmürsünüzsə, bu formada əksi və özü kimi götürə bilərsiniz. İndi nə deməkdir? Qrafikimizi çəkirik. Demək, m 3-dür, yəni x oxundu 3-ü qeyd edirsiniz. N də 4-dür, yəni y də 4. Demək, bu ikisinin kəsişmə nöqtəsini tapırsınız. Tapandan sonra uşaqlar baxırsınız buradakı a əmsalına. A əmsalı heç nə yoxdur deyə müsbət 1-dir. Demək, bu funksiyanın qolları yuxarıya doğru olacaq. Sürüşmə budur. Demək, əvvəlki funksiyamız bu idi, düzdür uşaqlar? İndi gördüyünüz kimi bu funksiyanın bu təpə nöqtəsi buradaydı. 0,0'daydı, düzdür? İndi necə oldu? 3 vahid sağa sürüşdü. 4 vahid neynədir? Yuxarıya doğru qalxdı. Demək, onda m nöqtəsi ilə m ilə sola sağa sürüşmə olacaq, sola sağa. N isə nə olacaq? Yuxarı və aşağı olacaq. Yuxarı və aşağı. Aha, bir dənəsində deyək. Məsələn, tutaq ki, y bərabərdir, x sıx 2-nin kvadratı. Birinci buradan başlayıq ki. Demək, m burada 2-dir uşaqlar. Demək, siz burada m-də 2-ni qeyd edirsiniz. Gördüyünüz kimi üstəgəliyə çıxaq, n yoxdur. Demək, n yoxdursa, deməli bu x oxuna toxunacaq. X oxuna toxunur. İndi, qarşıda suallar görəsiniz. Deyəcək ki, parabolanın təpə nöqtəsi, təpə nöqtəsi apsis oxuna toxunur. Apsis oxuna toxunursa, deməli, indi mənim yazdığım formada olacaq. Görürsünüz, burada toxunma var. Gördüyünüz kimi nə yox? Demək, onda tez deyəsiniz ki, n bərabərdir. Nə olacaq? 0-a. N-də 0 olması, uşaqlar, baxın, n-in düsturuna. N-in düsturu 4a çıx b kvadrat bölünsün 4a. Yəni ki, mənfi d bölünsün 4a-dır. Bunu 0-a bərabərləyəndə kəsir nə vaxt 0-a bərabərlər? Surət 0 olanda. Yəni, qısaca, demək, parabolanın təpə nöqtəsi apsis oxuna toxunur deyən kimi, siz diskriminantı 0-a bərabər eləməlisiniz. İndi, y bərabərdir, x üstəgəl 2-nin kvadratını yazaq. İndi isə m nöqtəsi mənfi 2-dir. Demək, yenə çəkirik. Demək, m mənfi 2-ni qeyd edirik. Görürsünüz, üstəgələtsə əksinə. Demək, buradan belə parabolamızı seçirik. Yenə diskriminantı nəyə bərabər olacaq bunun? 0-a bərabər olacaq. İndi uşaqlar, deyək ki, belə bir funksiya çıxdı qabağınıza. Y bərabərdir, x kvadrat üstəgəl 2. İndi isə bu üstəgəl 2 olan n-izdir sizdə. N 2-dir, m 0-dır. M
burada olurdu. Düzdür? Yoxdur. Demək, m-imiz 0-dır. Deməli, 2-ni y oxunda göstərirsiniz. Bax, bura 2-dir. Buradan belə bir düz xətt çəkirik. Yəni, düz xətt yox, daha doğrusu parabola çəkirik. İndi y bərabərdir. X kvadrat minus 2 olsa, demək, yenə deyirsiniz ki, n-imiz -2-dir, m 0-dır. Yəni, x oxunda heç bir şey qeyd eləmirik. -2-ni qeyd edirsiniz. Sonra bu x kvadratın qarşısına baxırsınız. Müsbətdir deyə qrafikin qollarını yuxarıya doğru edirsiniz. İndi tutaq ki, funksiya -x kvadrat plus 2 olsaydı, yenə n 2-dir, m 0-dır. Demək, n-də 2-ni qeyd edirsiniz. Sonra qarşıya baxırıq. Bura mənfi olduğu üçün funksiyanın qollarını aşağıya doğru edirsiniz. -x kvadrat minus 2 olsa, yenə -2-ni qeyd edirik. Qarşıda mənfi var deyə funksiyanın qollarını aşağıya doğru sürüşdürürsünüz. Yəni ki, 2 vahid aşağı sürüşdü. İndi həm m olsun, həm n olsun. X plus 4-ün kvadratı üstəgəl 5. Burada nədir uşaqlar? Bunu 0-a bərabər eləyəndə m-i tapırıq -4, əksini götürürük, görürsünüz, n-i 5 tapırıq. Çəkdik, m -4 buradadır, n 5 buradadır. İkisinin kəsişdiyi yeri tapırsınız. Sonra kvadrat mötərizənin qabağına baxıram. Müsbətdir deyə funksiyanın qollarını, parabolanın qollarını yuxarıya doğru çəkirsiniz. İnşallah ki, sürüşmələri başa düşdünüz. Gördüyünüz kimi 4 vahid sola sürüşdür. Görürsünüz, üstə gələk olanda sol deyirsiniz, tərsinə olur. Çıxma olsaydı sağa deyəsiniz. Demək, üstə gəl 4-dürsə, deyirsiniz ki, 4 vahid sola, 4 vahid sola, 5 vahid yuxarı sürüşdürülür. 5 vahid yuxarı sürüşdürülüb. Aha. Sonra sizə nəyi öyrədim? Deməli, indi funksiya parabola, məsələn, deyəcək ki, parabola apsis oxunu 2 nöqtədə kəsir. 2 nöqtədə kəsir. Aha. 2 nöqtədə kəsirsə, deməli, uşaqlar, bunun 2 kökü var, deməli, 2 kökü var. Siz özünüz qeyd edin ki, kvadrat tənliyin nə vaxt 2 kökü olurdu? Diskriminant 0-dan böyük olanda. Baxın, demək, bir kəsdiyi yer bura olsun, bir dənəsi də bura olsun. Tutaq ki, bu x1-dir, bu da nə olacaq? x2 olacaq. Əgər sualda desə ki, parabolanı apsis oxunu kəsmir. Apsis oxunu kəsmir. Apsis oxunu kəsmirsə, onda deməli sən tez deyəsən ki, bunun kökü yoxdur. Kökü yoxdursa, onda diskriminant 0-dan kiçik olacaq. Bir də uşaqlar, bayaq demişdim, bir də deyirəm, apsis oxuna təpə nöqtəsi toxunur. Parabolanın elə bir təpə nöqtəsi apsis oxuna toxunursa, toxunur. Onda isə diskriminantı nəyə bərabər eləyirsiniz? 0-a bərabər eləyirsiniz.